Axşamınız xeyir qızlar, necəsiz? Artıq sizinlə dünəndən deyirdim ki, saat 8-də biz yayım açacağıq və sizinlə müəyyən məsləhətlərlə yenə də qarşınızda olacağım. Əminəm ki, gözləyirdiniz və hal-hazırda, yəni bugünkü yayımızda biz yenə də gözəl bir maska eləyəcəyik ev şəraitində, məsləhətləşəcəyik sizinlə. Necə eləmək lazımdır ki, sağlıqlı gənc qalmaq üçün, yəni həm daxildən, həm üzdən, həm hansı və nələri və necə istifadə etmək lazımdır. Bu haqda geniş məlumat çalışacağım verməyə. Əminəm ki, biz bir neçə dəfə artıqdır quru südlə maska eləyirik və siz əldə etmişsiniz. Çünki bugünkü maska da bizim maska olacaq. Ümumiyyətcə, həmin maska gözaltı üçündür. Gözaltı qaralar, ondan sonra quruluq, qırışlar üçündür. Amma həmin maskanı biz bütün üzə də istifadə edə bilərik. Və əgər sizin də əlinizin altında mən göstərdiyim hal-hazırda bütün ingrediyentlər varsa, o zaman yəni siz də eyni zamanda edə bilərsiniz. Deməli, quru süd nədir? Quru süd əslində çox populyar bir şeydir, amma təəccüblənirəm ki, çox insanlar bilmir yəni onun nə olduğunu. Amma marketdə siz desəniz, yəni hər yerdə tapa biləcəksiniz. Həmçində bir dəfə alandan sonra çox gedir. Paçkası 5-6 manatdır təxmini quru südün. Quru süd bildiyimiz süddür, quru şəklində. Rusiyada çox geniş istifadə olunur, amma bizdə çox vaxt yəni o qədər də istifadə olunur, o qədər də populyar deyil. Hal-hazırda yəni çox həvəslənmişəm sizinlə bir yerdə gözəl maskamızı eləyəcəyik. Amma salamlayıram yeni girənlərə də hər birinizi xoş gördük. Buyurun. Bizə lazım olacaq indi göstərirəm sizə. Quru südün görkəmi belədir. Bir çay qaşığı lazım olacaq. Baxın, ağappaq un kimidir, amma un deyil. Yəni tam konsistensiyası da başqadır. Su ilə qarışdıranda bildiyimiz süd alınır. Bizə lazım olacaq quru süd, bir də kukuruzная mukka. Bu qarğıdalı unudur. Bilirəm, soruşacaqsınız ki, bu südün yerinə adi süd olarmı? Baxmayaraq ki, bu paraşok konsistensiyasındadır. Ondan sonra qarğıdalı unun yerinə başqa bir şey olarmı və s. və hər şey əvəz edirsiniz. Onun nəticəsini bilmirəm. Mən hal-hazırda elədiyim, yəni ingrediyentlərlə hazırladığım maskanın nəticəsini bilirəm, amma əvəz olunsa nə olacaq onu sizə deyə bilmərəm. Ona görə çalışın eyni eləyin və yaxud öz bildiyiniz kimi eləyib, yəni yoxlayın. Deməli, qarğıdalı unu bütün hər yerdə satışda var. Bizə lazım olacaq. Ondan sonra bizə lazım olacaq 5 damcı vitamin A yağı. İllərdir Instagramda və yaxud başqa platformalarda paylaşıram maskalar və illərdir bəzi suallar var ki, hansı ki, məni hədsiz dərəcədə çox yorur. O suallardan biri də tüklənmə vermir sualı. Ondan sonra və müəyyən çox bir suallar var ki, əsas da bu tüklənmə vermir, hansısa yağı paylaşan kimi. Yəni, sanki illərdir qarşınızda, yəni özümü tükləndirmək üçün nələri eləyirəm, gördüyünüz kimi. Yəni, belə sualları verməyin. Çünki paylaşan kimi canlını başlayırsınız, yəni belə tipli
Yəni mənim üçün anlaşılmayan sual bir şey ki öz üzümə eləyirəm. O sualı mənə nə dərəcədə doğru da vermək onu bilmirəm. Bir 5 damcı bəs eləyəcək. 1 2 3 4 5. Всё. Хватит. Vitamin A yağı. Sonra deyirsiniz ki, onu tapmadım, bunu tapmadım, hardan tapım? Yəni, mən sizə ancaq resepti göstərirəm. Artıq harada nəyi tapacaqsınız, onu тоже deyə bilməyəcəm. Ondan sonra bizə lazım olacaq, bilirsiniz nə? Görürsünüz, orada belə göstərəcəm, çünki başqa cür alınmayacaq. Bax, görürsünüz bu qatığın suyunu. Bizə həmin qatığın o suyu lazım olacaq. Görürsünüz, qatığın özü yox, suyu. Və bunu biz yaxşı-yaxşı qarışdıracaq. Çox bəyənəcəksiniz. Çox gözəl bir şeydir. Əgər çox sulu alınsa, o zaman bir damcı da qarğıdalı unu yaxud quru süd əlavə eləyə bilərsiniz ki, maska şəklini alsın. Mütləq maska şəklini alsın. Xahiş eləmək lazım deyil. Mən bütün SMS-ləri görürəm. Deməli, hər hansı maska quru üz üçün maska paylaşanda hamı yazır yağlı üz üçün. Yağlı üz üçün paylaşanda hamı quru üz üçün istəyir. Ondan sonra ləkələr üçün paylaşanda səpki üçün istəyirlər. Səpki üçün paylaşanda ləkə üçün istəyirlər. Girin səhifəyə baxın. Reels'da bütün hamısı var. Ehtiyacı yoxdur, yəni 1000 dəfə eyni sualı yazıb eyni sözü yazmaq. Mən həmsini görürəm, sadəcə müəyyən suallar var ki, yəni cavablamıram. Hər şey səhifədə var ona görə. Kim nə istəyir eləyə bilər. Girin videolara baxın. Deməli, bunu biz hazırlayırıq. Biraz da suludur. Əgər biraz suludursa, biraz da quru süd əlavə edin. Çəkinmədən, yəni əlavə edin. Çox oldu sadəcə qatığın suyunu çox olduğu üçün sulu kimi alındı, amma lazımdır ki, elə konsistensiya olsun ki, maska kimi üzə yayılsın, axmasın. Onu göz ucu da yəni qarışdıra bilərsiniz. Heç bir problem yoxdur. Bir damcı da qarışdırım ki, gözəl effekt olsun. Neyse. Bunlar niye yoxa çıxdı? Aha. Так. Угу. Спасибо. Приезжай из Израиля скорее. Мы тебя тоже ждем. Görək çoxmu? Çox sulu olsa yine əlavə eləyirik. Çünkü yere bir çay qaşığı su əlavə eləyirdi. Bir əlimdə telefon olduğu üçün. Təbii ki, maskanı hazırlayacağıq və üzümüzə vuracağıq. Və göz altına. Əslində bu göz altı üçün idi. Sadəcə göz altı üçün zaten həssas. Так, minutочку, еще чуть-чуть этого. Görürsünüz, suyu çox oldu. 3 nəfərlik maska alındı burada. Keşke burada olardı, sizə də vurardım. Qonşularım buradadırsa gəlsin. Yaxşı-yaxşı qarışdırırıq. Все хорошо смешиваем и наносим на лицо. Мы можем эту маску делать в неделю 3-4 раза даже. Она очень безвредная, полезная даже.
Ну, также раз в неделю, если кто не любит много делать масок. Bu konsistensiyaya gələndən sonra vururuq üzümüzə. 15 dəqiqə saxlayıb rahatçılıqla, görürsünüz, çox axmamalıdır. Göz altıdır. 10-15 dəqiqə, 20 dəqiqə maksimum saxlamaq olar. Göz altını ağardır, qırışları azaldır, üzü nəmləndirir, hər növ üzlərdə edə bilər, rəngini açır, parıldadır və lifting edir. Bir də sizə qızlar qeyd etmək istəyirəm. Yəni, onsa dəfələrlə demişəm, xeyri yoxdur, amma yenə də hər canlıda deyirəm, bəlkə bir nəfər də olsa qutara bildim. Limon tərkibində olan heç bir maskanı nə üz, nə başqa nahiyyə üçün istifadə etmək olmaz. Əks halda ömürlük ləkə olacaq. Əgər hansısa bir insan paylaşımında görürsünüz ki, limonu bol-bol sıxıb maskanın içinə və üzünə və yaxud hansı nahiyyə vurursa, bilin ki, o insan çox savadsızdır və özünlə bərabər sizi də bədbəxt eləyir. Çünki %100 yox, milyon% bir dəfə belə limon suyundan sonra üzə yanıq ləkə düşəcək. Yəni, dəhşətli bir şeydir. Onlar demək 90% pasiyentlər gələnlər elə o limon maskalarından sonra sadəcə özlərinin xəbəri yoxdur. Nədəndir? Nədən düşüb? Sən demə limon maskasını, limon suyunu maskaya ya nəyəsə əlavə eləyib üzünə vurub. Ondan sonra, yəni bədbəxtçilik qəti şəkildə olmaz. Nə vurursunuz vurun, limon suyu olmaz. Ona görə, yəni, hər məsləhəti eləmək lazım deyil. Очень хорошая маска. Вот это, yəni, bu internetdən götürülmə maska deyil. Bu özümün, yəni, bildiyim maskalardandır. Hamısı getdi. Çox deyilmiş. Deməli, hərəsindən artıq yaxşı ki qatmışam. Qalın alınıb. Əvvəl də hazırlayırdım. Nazik sloyla vururdum. Amma indi çox alındı deyə çox vurdum. Lap qatı oldu. Həm də o əsas gözaltı üçündür. Отлично. Sonra davamını da deyəcəm sizə. Təbii ki. Bir dəqiqə gözləyim. Bunladım biraz buraları. Çırpım. Sonra neyniyəcək? Başqa bu quruyana qədər başqa məsləhətlərlə məşğul olaq. Deməli, dərini təravətli, parlaq, gözəl saxlamaq üçün biz hər gün vitaminimizi də içməyə unutmuruq. Qızlar, Vitagut tez satılıb bitirdiyi üçün aptekdə həmişə aptekçilər özünü, yəni hər yolu dəniyirlər ki, başqa bir şey, yəni nəticəsiz, 1-2 manat ucuzuna da olsa sizə başqa bir şey versinlər. Əgər Vitagut dalınca gedirsinizsə, deməli Vitagutla o aptekdən çıxmalısınız. Bütün apteklərdə mövcuddur. Sroku yenidir və bütün ailəci içə bilərsiniz. Yəni uşaqlar da, yaşlılar da, böyüklər də, balacalar da. Çox, yəni möhtəşəm bir siropdur, hansı ki uşaqların yaddaşını bərpa edir, böyüklərin yaddaşını bərpa edir, uşaqlar yaxşı oxumağa başlayır, yaddaş bərpa olur, imtahanlarını yaxşı verirlər. Ondan sonra sümük ağrısı varsa, əsəb gərginlik varsa, yorğunluq həmişə varsa, yuxusuzluq varsa, gec yatırsınız,
tez dura bilmirsiniz, o zaman mütləq şəkildə Vitaqut istifadə edin. Möhtəşəm bir siropdur. Tərkibində bütün B qrupu var. Sonra vitamin A var, vitamin C, D3 var, D vitamini, yəni E vitamini var, sink var və L-karnitin var metabolizm üçün. Çox tövsiyə edirəm, yəni. Üzün rəngini açır, hər bir şeyə xeyirdir. Səhifədə hər şey var, yəni baxsaz görəcəksiniz. Hər dəfə yəni eyni şey demək olmur. Eyni suallara. Ondan sonra Vitaqut, ondan sonra Sinlon. Tez-tez soruşursunuz ki, doktor, bəs məndə şiş, köp, qəbizlik olur. Uşaqda da məsəl üçün həmçinin ailəcə. O zaman Sinlonu istifadə edin. Niyə Sinlonu? Çünki bu çox güclü probiotikdir. Hətta simbiotikdir. O daha güclüdür probiotikdən. Hansı ki, bütün bu problemləri aradan qaldırır və sizi sağlamlığınıza qovuşdurur. Ən azı 2-4 ay arası için. Həm Vitaqutu, həm Sinlonu. Ondan sonra D vitamini ayrı. Hansıdır ki, mən ailəcə içirəm. Non-COVID D vitamini, D3. Hansı ki, D vitaminini yüksək səviyyədə qaldırır. Bilirsiniz ki, hal-hazırda viruslar var. Viruslar var, hansı ki, yəni, bir də gördüyünüz bir günün içində hər şey, yəni, əvvəlki vəziyyətə də dönə bilər. Yəni, onun üçün də indi hədsiz çox infeksiya gəzir. Yəni, mən yaxınlarım belə çoxdur, hansı ki, xəstəxanaya belə düşüblər. Yəni, deyirsən, heç kim sözü eşitmir, amma sonra xəstəxanaya düşəndə, o məsrafları görəndə, o gec olur. Yəni, mən həmişə deyirəm, ölmədən öncə özünüzə baxın, sonra yəni, xəstəxanalarda qalırsa, analizlərdə o bu, ondansa öncədən vitaminlərinizi için bərp edin. Çox şükür, bütün pasiyentlərim özünə baxır və koronada belə hasılar ki, reseptimi eləmişdi, heç biri xəstələnməmişdi. Yenə xam üzdə qızartırası üçün nə edə bilərik? Səhifəyə baxın, bir revitalizasiya edə bilərsiniz. Ona görə zamanında riayət eləyin. Gözünüzün qabağında hər şey göstərirəm. İçdiyim hər şeyi, necə qulluq eləyirəm, hansı kremlər istifadə edirəm. Çünki blog sırf bunun üçündür. Salam Milnar xanım, mən o siropu vermədilər aptekdə. Dedilər, satışı qadağan ediblər, bilmirəm niyə. Bu hamısı yalandır, cəfəngiyyətdir. Sadəcə həmin apteklərdəki qızlara o satılmayan, ucuz, heç bir nəticəsi olmayan, hətta həyatda və cana zərərli olan nəyisə, hansısa dərmanı satmaq üçün onlar təklif eləyir onları və onu 1-2 manata görə eləyir. Yəni, vicdanı satmış insanlardılar, yəni boş verin. Yəni, ona görə Vitaqutu zaten tez satılır, ona görə də onu problem yaşamırlar. Amma satılmayan məhsullara görə qalırlar belə. Ona görə də sizə təklif eləyirlər, yəni mənasız, yəni heç bir işə yaramayan bir şeyləri. Əgər deyir ki, yoxdursa, bir aptek işçisi heç vaxt, heç bir preparat haqqında o söz deyə bilməz. Onu deyirsə, deməli, o farmasevt deyil, yəni, o heç özü bilmir nədir. Çünki ən azı yoxdur deyə bilər məsələ. Amma bu cür gözəl preparata o sözü deyə bilməz. Deyirsə, məqsədlidir. Başqa apteka, daha adekvat işçisi olan apteka müraciət edin. Ən pis halda mən həmişə bütün videoların altında zaten Turan Depo apteka etikləyirəm. Oradan hamısını əldə edə bilərsiniz. Orada həmişə var və inanmıram ki, belə bir söz eşidə bilərsiniz. Savadsızlıq. Çünki üstündə qırğın gedir Vitaqutun. Ona görə çoxlu satılmayan siroplar, dərmanlar var. Onları sizi yəni belə aldırmaq istəyirlər. Kimsə deyir, əksinə vitamin içmədiyimizə görə bu vəziyyətdəyik, həkimlərdə qalmışıq. Təbii ki, vitamin içsək, həkimlərə kim gedəcək? Heç kim getməyəcək. Necə ki, mən getmirəm.
Gəlin özümüzü yağın. Silikonla narahattır. Mamuz lazım. Çok güzel maskadı. Yani indi gökyüzün qabağında göreceksiniz ki necə ağardı, parıldadı. Böyle tabletini de istifadə edə bilərsiniz, amma siropu daha tez nəticə verir. Ona göre de çalışın her şey depo attıktan Kur'an'dan alın ya da sipariş verin ki sevgili olsun. Bunu belirlerde. Bakın ilk ağarır gökyüzün babamda. Esaslı bir gazı. Ve sonra Grand Market'ten aldığım köpük. Eğer elinizde varsa hemen ingrediyentler müthiş sınayın. Отлично. Так. Пойдемте дальше. Ой, buradaydı kızlar. Bu hara koymuşam kremi. Onu aktarırım. Yadınızda da özümüz sizlə krem hazırlamışdıq. O kremi vuracağım indi üzə. Bir dəqiqə. Все, наконец-то мы помыли. Və özümüz hazırladığımız, yadınızda da özümüz hazırlamışdıq. Krem, onu vuracaq kolagenli. Həmin video Reels'da var. O kremi hazırlayan video. Tarif yazmağa ehtiyacı yoxdur. Canlı yüklədəndə baxarsınız təkrar. Вот сюда boyun, dekolte,
Hər yerə vururuq. Gözəl-gözəl. Hətta bax bu hissələrə əsasən ki, üzümüzün havalı həmişə bərpa olmuş olsun. Bir gün əvvəldən paylaşmışam ki, saat 8-də canlı olacaq. Yenə də heç kimə deyilsin. Tak. Все. Olacaqsınız kukla kimi. Videonun altında paylaşacağım Turan Depo apteki hardan normal yəni D vitaminimizi, Vitagut siropumuzu, bir də sinlonumuzu alıb istifadə etmək olar. Düz qapınıza kimi çatdırırlar. Par oldu. Reels'lara baxın. Dedim axı Reels. Hər şey Reels'larda var. Baxmırsınız ki, biləsiniz. Очень хороший эффект дает. Sabah da saat 8-də canlıya girəcəm. Mütləq şəkildə canlıda olun ki, yenilikləri, yeni maskalarımızı edək. Bu krem vəbşə superdir. Bu evdə hazırladığımız bir neçə manatlıq krem. İnanın ki, qaşlarıma qədər dartıb üzümü. Alın, qaş, heç nə yox üzdən. Biolar eləyirəm, bəli. Arada bir. Amma bu kremdən sonra bütün hər yer dartılıb. Əməlli başdı. Təbii ki, Vitagudun da rolu böyükdür. Hətta Vitagudu içəndən görürsünüz, cəhrayı olur dodaqların rəngi də. Həm də mən kremi vuram. Mütləq. Bu kremi həm üzə, həm gözaltı yolları vur, bax. Tak. Sabah 8-də hamınızı canlıda təkrar gözləyirəm. Tamam qızlar? Mən hazırlamışam, onu doğrudan da möhtəşəmdir. Başqa yolu da ola bilməz. Hası sözüm bugünə kimi səhv olub. Heç biri. Sonuçta hamı eyni sözə gəlib. Görürəm ki, insanlar, mən 15 il əvvəl danışdığım mövzuları başlayıblar indi hələ danışmağa. Çünki vaxtında sözü eşitmək lazımdır. Ölkəmizdə nömrə bir qismi də o qala sizi qorusun. Çox sağ olun Fatimə xanım. Çoxdan izləyicisiz, bəlli. Biolar eləyin. İndi yay gəlir, istilər gəlir. Hamının üzü ləkələnəcək. Yaydan öncə mütləq biolar eləyin. Baxıram səhifələrə. Səhifələrə əslində baxmıram. Yəni qarşıma çıxır istər-istəməz. Ya Rəbbim, nə qədər kampaniya, nə qədər aksiya eləyir. Yəni o vəziyyətdədirlər ki, yəni adam elə baxıram, deyirəm yəqin ki, acından ölürlər da ki, bunlar bu qədər klient üçün yalvarırlar. Yəni nə vaxt baxırsan, bayram oldu, olmadı, aksiyadır, 50 manat, 30 manat, siz də 100 manat, siz də elə bilirsiniz ki, yəqin ki, onlar o dərmanı super bir dənə baxalı dərmanı endirimlə sizə vururlar. Təbii ki, bu hamısı onların günahı yoxdur. Günahı, yəni o şeylərə aldanıb eləyənlərdir. Yəni bunun, əgər bu bir şey ki 100 manata vurulursa, 50 manata vurulursa, bunun mayası da ona uyğun olacaq təbii ki. Heç kim pulsuz işləmir. Heç kim, yəni bu həyatda mənə bir nəfər görsədin və yaxud siz işləyirsiniz, yox, bu normal haldır. Amma yəni lazım, mən baxıram, vrodi bu həm həkimdir, məsəl üçün. Yəni həkim normalda özünə yəni belə dəyər verməlidir də. Sonuçta yəni biri var indi o əcaib görüntülü qadın sifətindən çıxmış o silikonlu insanları qoyuram bir qırağa, onlar heç onları saymıram. Onlar yəni pul xəstəsidir. Onlar o manata da sizə botoks vurarlar, nə istəyirsən bir manat sudan vuracaqlar, söyülsələr də sonra gəlib döyülsələr də xeyri yoxdur. Yenə də bildiyini eləyəcəklər də, yəni onlar üçün fərqi yoxdur. Pula görə nə desən eləyirlər. Amma bəzən görürəm, məsələn bugün gördüm, təsadüfən qarşıma çıxdı bir dənə kosmetolog, həqiqətən də yəni həkimdir.
əziyyət çəkib oxuyub, o belə, yəni belə baxırsan, deyirsən, o neçə il oxumusan, rezidenturanda oxumusan, əziyyət çəkmirsən, yəni sən o qədərmi yəni acınacaqlı, yəni o qədərmi yəni acından ölürsən, sən o qiymət eləyirsən. Mən nə qədər çətin durumda olsam belə, yəni o qiymətə vurmaq üçün mən gərək insanları aldatmaqla məşğul olum. O da mümkün deyil. Yəni bəzən qızlarım yazır ki, biraz ucuz eləyin. Mən başa düşürəm ki, razılaşa bilərəm, amma orada maxinasiya eləməliyəm. O maxinasiya eləməməkdən ötürü ondan sonra heç nə müştərini itirməyə razı oluruq. Pasiyenti daha doğrusu. Yəni heç kim heç nə eləmir. O aksiya barbar bağırırlar, deməli orada nəsə var. Nəsə var ki, o aksiya, yəni aksiya hər gün ola bilməz. Yəni gündə 600 dəfə aksiya olmur. Aksiya ildə bir dəfə, 3 ildə bir dəfə ola bilər. Yəni onlar da təbii ki, prosedura uyğundur. Siz heç bir endirim yox almırsınız. Siz sadəcə dərman azalır, suyu artır, aptekdən 3 qəpiklik C vitamini müdaxilə olur və s. Ondansa mən həmişə deyirəm ki, hər sahə belə olub, düz deyilsin, istəyir tikinti olsun belə, istəyir, nə bilim, hər sahə müəllimlik olsun belə. Yəni, belədir. Uşağı verirsən 10.000 manatlıq məktəbə, 15.000 manat da verirsən hazırlığa. Hələ mən pulu məktəblər nəzərdə tuturam. Yəni, bəli, düz deyirsiniz, tam razıyam, hər sahədə belədir. Və insanlar təbii ki, ucuza qaçdıqca həmin o ekonomiya elədiyi pulundan da qalır. Məsəl üçün 100 manatlıq şey tapır, məsələ deyirəm 50 manata, o 50 manat ortada gedir. Yəni boşuna gedir. Əgər onun üstündə düzəldib normal bir yerə getsəydi, onun faydasını görərdim. Heç kim pulsuz işləmir, amma var. Əgər çox ucuz bir şey görürsə, şübhələnməyə dəyər. Məsəl üçün, mən nəyisə istəyirəm, amma indi bilirəm ki, ola bilməz də bu. Sadəcə vazgeçirəm o bir şeydən. Yəni, sadəcə eləmirəm, yaxud almıram və yaxud göndərmirəm. Bir yox, onsuz da yəni ölmərik ki, kosmetoloji prosedur olmadan hamı yaşaya bilər. Bəli, tam razıyam. Bir də ki, hal-hazırda, yəni, qınaq obyektinə çevirdiyi insanlar, kütlə, maraq daha çoxdur. O, psixoloji problem deməkdir. Hər hansı insan kitab oxusa, gözəl bir şey öyrətsə, ona insanlar meyil eləməyəcək. Çünki o səviyyədə deyilir, hərə öz səviyyəsində olan nələrisə izləyir. Amma baxırsan ki, yəni qınadığı bir şeyi bütün günü izləyir, hətta güdür belə deyək. Onlar yəni o psixolojidir, yəni meyilli insanlardır. Sadəcə yəni özü eləyə bilmədiyi üçün içindəki özü kimi insanları izləyirlər. Amma faydalı şeylərə çox az insanlar izləyir hal-hazırda. Az maraq görsədirlər, çünki onlara zaten həmin şeylər maraqlı deyil və lazım deyil. Hər kəsin öz iç dünyası var. Raul, gəl vitaminli içinə. Niyə futbol oynadın? Yağış yağır, я в шоке. А зачем ты там стоял, если yağış yağır? Я не стоял, gəlirdim də şey. Get qaşığı ver oradan, xörək qaşığı. Поздоровался, даже... Salam. Ну и что ты их не видишь? Они же тебя увидели, значит, надо поздороваться. Правильно? Да. А зачем ты под дождем был? Я не под дождем был, да, я с маркета возвращался. Не ходи, да? Видишь дождь, не ходи. Нет. Ты что,
Söz. Ничего, canlıda söhbət eləyirik. Ты меня оставила одну дома, вот я и сижу, söhbət делаю. Ofulduyur ancaq. Ancaq ofuldasın. Yaxşı, sağ olun. Çox sağ olun. Allah hamını saxlasın. Ha. Bütün balaları. А куда повесить, чтобы высохло? Рауль, ничего не спрашивай меня сейчас. O da sual çox verir. Böyüyüb və maşallah. Belə qızlar, bütün suallarınızı, oğlunuzun mədəniyyəti məni heyran etdi. Maşallah, çox sağ olun. Yeni girənlər də xoş girdi. Deməli qızlar, dediyim bütün hər şey eləməyə çalışın. Uşaqlarınıza da yaxşı baxın. Uşaqlar da mütləq sirop verin. Həqiqətən də bu dəqiqə viruslar gəzir. Yəni öncədən qoruyun. Mən bilirəm, bir şey bilirəm ki, sizə onu tövsiyə edirəm və yaxud deyirəm. Bütün başqa suallarınızı mən indi videonu saxlayacağam, orada verə bilərsiniz, cavablayacağım. Hamınızı öpürəm, çox istəyirəm. Gecəniz xeyrə qalsın. Sabah saat 8-də yenə görüşəcəyik. Gözünüz burada olsun.